Boykoti դրսևորում առաջին Ermənistanda bəzi benzin satıcıları Azərbaycan neftini satmaqdan imtina edir. Bu barədə baş nazir Nikol Paşinyan deyib. Հայաստանի կառավարությունը Belə bir ehtimalın mövcud olduğunu bilirdik və Ermənistan hökuməti bu məsələni əvvəlcədən araşdırdıqdan sonra fikrimizcə bunu siyasi kampaniyaya çevirməyə meyilli olmayan iş adamlarına təklif etmək qərarına gəldik. Ermənistandan 2 şirkət bizlə əlaqə saxladı. Azərbaycandan neft məhsullarını hazırda 2 şirkət ixal edir. կարծում եմ, որ բոլորի համար հասկանալի İndi isə düşünürəm ki, bu bazarın və bu imkanların hər kəs üçün açıq olduğu və hər kəsin bundan yararlana biləcəyi hamıya aydın olacaq. Azərbaycandan Ermənistana növbəti neft məhsullarının tədarükü gözlənilir. Azərbaycan mediası yazıb ki, daşınması nəzərdə tutulan neft məhsullarına 1000 ton 92 markalı benzin, 1000 ton dizel yanacağı və 1800 ton 95 markalı benzin daxildir. Bundan əvvəl ötən ay Azərbaycandan 1300 ton 95 markalı benzin daşıyan ilk yük qatarı Bakıdan Ermənistana yola salınıb.